Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla siz aziz yoldaşlara, sırdaşlara salam arz edirəm. Bir değerli yoldaşım Miyanədən Ayı Bəxtiyarı cənabları məndən təmas tutdu və dedi ki, Həkim Molla Muhammed Baqiri Xəlxaliyə bir həmayiş qurulacaqdı. Bu həmayiş demək olar ki 22 Xordadla bağlı demək olar o günlərdə olacaqdır. Çox xoşluruq ki, sizdən də bir məqalə biz alaq. Ona görə mən də çox çalışdım ki, bu həkimlə çoxlu tanış olam. O cümlədən bunun Sələbiyyə, həmin o türkü nağılı ki, türkcədir və bizim türk ana dilində demək olar yazılıbdır. Onu aldım, tamamilə oxudum. Belə düşündüm ki, bu insanda bir milli düşüncə və milli fəlsəfə vardı. Elə bu məqalənin də adını o qoydum, Sələbiyyə və milli fəlsəfə və milli düşüncə. Amma təəssüflər olsun, biz yoldaşlarla getdik ora. Baxmayaraq ki, bu məqalə qəbul olunmuşdu və orada da demək olar kitabların birisində də məcmuələrində çap olmuşdu. Amma o həmayiş orada kənsil oldu. Buna görə ki, İsrail o qasib, uşaq öldürən taği və baği bir rejim bizim o ərzi tamamiyyətimizə həmlə gətirmişdi və bir para sərdarlar, mücahid insanlar, vətən sərbazları o birinci gündə elə şəhid olmuşdu və təəssüflə ki, o həmayiş bir gün oldu, yəni 22-sində oldu, 23-də olmadı. Hər halda orada da biz yoldaşlarla tanış olduq, əkizlər saldıq və mən çox xoşluram ki, o məqalədən bir balaca demək olar qismətlərini sizlərlə paylaşım. Məncə bu Həkim Molla Muhammed Baqiri Xəlxali bir qazi olaraq Qacar dövrəsində ki, qəzavət eləyir, eyni halda nəqd də eləyir qəzavəti də və möhtəsibi Daruğəni. Bu bir dənə uğurdur Qacar dövlətinə ki, belə bir dənə həkim, belə bir savadlı insan həm qəzavətdə əyləşibdir, həm yaltaqlıq eləmir. Eyni halda da əgər tərsə fikirlər, tərsə işlər görür, onları da tənqid edir. Demək olar Müzəffərəddin Şah dövrəsində bu xalxalda qaziymiş, bir türk müsəlman həkim, doğru düzgün qazi, əql qaynağından, hikmət pınarından, iman nurundan dadarkən bir insan olubdur ki, bizə bir ərdəmli əsər Sələbiyyə adında yadigar qoyubdur. Demək olar ki, bu hikmətli əsərə baxanda həm milli düşüncəni görmək olar, milli düşüncə, milli düşünən insanlarda, alimlərdə, mütəfəkkirlərdə yarana bilər. Milli düşüncə bir millətin düşüncəsidir. Milli qeyri-dəqiqə mərifətlərin, yəni o cümlədən fəlsəfədə, hikmətdə, irfanda, əxlaqda və siyasətçilikdə qələm vurmaq və onu düşünməkdir. Milli düşüncə bir məktəbdən çıxar. Məktəb də bütün dəqiqə və qeyri-dəqiqə elmlərdən, mərifətlərdən yaranır. Ona görə milli düşüncə bir məktəbə dayanır. O məktəbi insan təhsil etmədən
düşünmədən, almadan milli düşüncəyə çatmaq əlbəttə olmaz. Milli düşüncə milli özünə sorunları da yanıtlayır, yəni onlara cavab verir. Örnək üçün biz kimik, tarixin hardasındayıq, yeni aləmdə, yeni düzəndə biz hara çatmaq istəyirik, batmış, yanmış haqlarımız nədir, biz necə düşüncədə bağımsızlıq aləminə çata bildik, bağımsız ola bildik, biz necə kimliyimizdən, mənliyimizdən yararlana bildik. Biz münasibətlərimizi 4 mərifətsəl məhmillərdə, yəni demək olar Tanrı, evrən, insanın özü və insanın və digər insanların münasibətlərini necə qurmalıyıq, necə tərif etməliyik? Bizim kimliyimizdə təkcə dil varmı? Din, tarix, vətən, törə necə ola bilər? Hardadılar? Bizim kimliyimizin ayrıca müəllifləri dildən başqa nə ola bilər? İslam bizim kimliyimizin hardasındadır? Bizim şubiyyə ilə, tərsə düşüncə ilə, milli düşüncənin qabağında, qarşısında dayanan bir şeytani fikirlə biz necə yanaşmalıyıq, necə onun işlərini ifşa etməliyik? Məncə Molla Həkim Muhammed Baqir Xəlxali milli düşüncəyə malik olan bir alim idi. Ona görə biz onda milli fəlsəfənin düşüncəsini görmək olar. Axı milli fəlsəfənin bir dəyərli adlımı insanları öz rütbələrində əyləşdirməkdir. İnsan öz yerini tanımalıdır, öz qədrini, mənzilətini, gücünü bilməlidir. Rəhiməllahu imrən ərəfə qədrə. Allah rəhmət eləsin o insan ki, öz dəyərini, öz qədrini, mənzilətini bilir. Hələkəmrəun əmruun ləm yərif qədrə. O Nəhcü Bəlağənin hikmətlərindən ki, öldü o insan ki, özünü tanımadı, qədrini bilmədi. Demək olar bu konuda rütbə məsələsi həmin Farabinin fəlsəfəsində önəmli yer alır. İnsan təkcə öz yerini tanımaqdan əvvəl öz qalibindən də çıxmamalıdır, mütəbəddilə olmamalıdır, yəni öz kimliyinə sahib olmalıdır. Milli fəlsəfə demək olar bir millətin öz kimliyinin qazanmağında, ona sahib olmağında, malik olmağında çabalar yapır. Niyə ki, deyiblər, mən xərəcə ən zeyyihi hədərəddəm. Kim ziyindən, yəni o qalibindən çıxsa, qədimdən də deyiblər ki, onun qanı töhməlidir. Quran da buyururdu, ya eyyuhən nasu əleykum ənfusakum. Ey insanlar, nədir? Ya eyyuhəl-ləzinə amanu əleykum ənfusakum. Hər halda əleykum ənfusakum Maidə surəsində. Yəni özünüzə gəlin, özünüzü tapın, özünüzü tanıyın. Kullun yəməlu ələ şakilətihi. Ya İsra surəsində hər insan şakilə həmin hüviyyət və kimlik, hər insan öz o kimliyi əsasında davranır. Bir insan öz kimliyini atsa, dansa, kimliyindən çıxsa, deyirlər ki, onun qanı da həlaldır. Belə baxımdan Həkim Molla Muhammed Baqir Xəlxali Sələbiyyədə buyururdu ki, bəli, ziyini hər kim atsa zinhar, olur axirdə bir dərdə giriftar. Həmin ki, ziy-i rəsmindən çıxıbsan, bənay din-i imanı yıxıbsan. Bu bir örnəkdir milli fəlsəfədən. Milli hikmət də, yəni o həkimli sözlər də Xəlxalinin düşüncəsində və sələbiyyəsində var idi. Axı türk müsəlmanların milli hikməti həmin əməli fəlsəfədir. Əgər nəzəri fəlsəfə yol olmuş olsa, hikmət getməkdir. Əgər nəzəri fəlsəfə varmaq olsa, demək olar hikmət olmaqdır. Varmaqla
olmağın burada nə mənadır? Bir fərqi vardır. Əgər nəzəri fəlsəfənin vəzifəsi baxış yaratmaqdırsa, hikmətin risaləti bu baxışı bərqərar etməkdir. Hikmət nəzəri fəlsəfənin praqmatikləşməsidir. Fəlsəfənin arxa planında eşiyə onun çıxartmasıdır. Hikmət əməli yollardır ki, insan dörd mərifəti o məhmillərdə ki, üstə biz dedik, mavəra o təbiət, insanın özlüyü, insanın digər insanlarla münasibətləri ilgilərində necə münasibətləri yaratmaqda bizə nə edir? Hikmətlər və əməli sözlər deyir. Əxlaq, siyasət-i mudun, mənzil tədbiri, iqtisad demək olar milli hikmətin amacları sayılır. Hikmətin qayəsi həkim insan becərtmək və bu hikməti toplumda yaymaqdır. Demək olar ki, bizim türk müsəlman həkimlərdən dörd böyük qaynağımız var. Yusuf Xas Hacib ya Balasağonlu Qutadğobilik əsərində, Ədib Əhməd Yüknaki demək olar Ətəbətül Həqaiq ya Hibətül Həqaiqdə, Xacə Əhməd Yəsəvi Pir Türkistan Divan Hikmətdə və Əmirəli Şir Nəvai o xəmsəsində hikmətli sözlərdə demək olar ki, o ki ulu dədə babalarımızdan, analarımızdan qalan pişmiş sözləri bizə nə ediblər? Saxlayıblar. Sələviyyədə çoxlu, bollu bunları görmək olar. Məsələn, örnək üçün deyir ki, qərəz əldən gedib məclis pozuldu, gəlin ərkək çıxıb toy batıl oldu. Gəlin ərkək çıxıb toy batıl oldu. Demək olar ki, ya deyirlər ki, məsələn, nə mənadır? İt qursağı yağ götürməz. Bu Sələviyyədə və hər hal bir qalib lazımdır. İt qursağı yağ götürməz. Zat gərək neyniyə? Təmiz ola. Biz milli İslamı da görmək olar. Bizim milli İslamımız zərtöşlük, sənəviyyətçilikdən, məcusluqdan alınmır. Bizim milli İslamımız şaman düşüncəsi, tənqrismdən, animizmdən, naturalizmdən, onların mənşurlarından keçir. Bizimkində demək olar vəhdaniyyət var. Şub İslamda demək olar sənəviyyət var. O zərtoşluq vardı və məcusluq vardı. İslam türklərin dilində, türklərin dilində, coğrafiyasında, tarixində və kültüründə zuhur edir. Bu İslam mərifəti, fəlsəfi, irfani, əxlaqi bir İslamdır. İslam odur ki, adamlar müsəlmanın dilindən, işində amanda qalalar. Peyğəmbər demək olar ki, İslamda bir mərtəbəsi vardı ki, onu biz yaşam ağacı qutb ulduzuna çatanda, o qutb ulduzunda biz Peyğəmbərimizi Həzrəti Muhammed sallallahu aleyhi və səlləmi biz tərsim etmişik. Həkim Xəlxali də Peyğəmbəri xalqın imamı kimi görürdü. Sözü həqdir, odur xalqın imamı, oxuyubdur kişi Allah kəlami. Rivayətdir Əli ol şir qəhar, buyurub hər kim olsa mərdumazar, günahı cürmü artıqdır zinadən, bağışlanmaqlığın olmaz xudadan. Yəni, bərhal mərdumazar cəh olmayasan, o qədr bunun günahı yuxarıdır ki, sən ondan uzaq durmalısan. Milli İslam ədalətə dayanaraq zülm ilə də qarşı-qarşıyadır. Gülüm, zülm eyləmə heç binəvaya, düşərsən mehnət o dərdi bəlaya. Gər istərsən rizayı həyy-ü qəffar, onun məxluquna heç etmə azar. Odur müslüm ki, müslümlər əlindən ola asudə bir zəhmət dilindən. Ona görə biz deyirik ki, bir para o Qur'ani düşüncələri də biz orada görürük Sələviyyədə. Türkünün dilindən birdən gəlir. Türkü danışır ki, mən yetəvəkkəl ələllah və huvə həsbə, kimsə ona dayansa, o ona yetər. Qoyar başa təvəkkül tac izzət, təvəkkül bəndəyə mirac izzət.
İslamda dua ibadətin beynidir, yəni məğzidir. Xudaya ömrü ləğv eylə, Xudaya ömrü ləğv ilə keçirtdim. Həmişə ləhv və ləb ilə keçirtdim. Sənə yaxşı ibadət etmədim mən. Bir ixlas ilə taət etmədim mən. Günahım çox uzun, qara, Xudaya. Əlim boş eylə biçarə Xudaya. Çətindir ey Xuda qəbrin əzabı. Bu miskin bəndənin yox heç tabı. Yolum çox tuşə yox ey həy zülmən. De hansı dərdimə qan ağlayım mən. Həmişə xab-ı qiflətdə yatardım. Namaz adın eşitcək baş atardım. Xo'p, əgər saysam varımdır min günahım. Yoxumdur min günaha üzrü xahim. Xudaya rəhm qıl ey həyyü məndən. Pəşimanəm, pəşimanəm, pəşiman. Xo'p, görürsünüz nə gözəl və lətif şeirlərdə bunları gətirir. Bu kimi bəndə özü etiraf edir ki, bunun günahı vardı. Bu bəndə tuşə yığmalıydı, miskin olub, tuşə yığanmayıbdı və demək olar ki, ömrünü ləhvdə, ləbdə keçiribdi və dua edir ki, neynəsin, oradan bir qurtuluş özünə qazansın. Hər halda İslamda bizim dua varımızdır. Bizim nifrin və qarqış demək olar yoxumuzdur. Nifrin, qarqış Zərtoş düşüncəsindən lə'nu nifrin oradan gəlir. Bizimkində ümumiyyətdə bəşəriyyətə xeyr istəmək, səlah istəmək və insanların gələcəyini yaxçılıqla qarşılamaqdır. Biz milli irfanı da demək olar xalq halının düşüncəsində görürük. Türk müsəlmanların milli irfanı ilə şaman düşüncələrindən qaynaqlanırdı. Damğalar, usturələr bizim irfani düşüncəmizi təkmilləşdirirdi. 4 türk müsəlman arif bizim irfan şakirlərimizi yaraldır. Şəmsəddin Təbrizi, Cəlaləddin Mövlana, Türk, Bəlxi, Rumi, İmaduddin Nəsimi, Şah İsmail Xətai bunlar bir mürəbbə olaraq, 4 olaraq demək olar bizim milli irfanımızı yaraldırlar. Şələbiyyədə şaman düşüncələrinə dayanaq milli irfandan bariqələr vardı. Oradakı cındallı pirə adamları and verir, ya üzü dəlikli daşa and içir. Orada görürsünüz ki, onlar hamısı bir şaman düşüncəsindən qaynaqlanır. Tərəhhüm qıl bər məzlumu fəqrə, səni verirəm qəsəm cındallı pirə. Yalan ərz eyləsəm mən ey xudavənd, dəlikli daşa pir mehrabə sövgənd. Arifanə hədislərdən də neynir? Yararlanır. Ənə indəl münkəsirəti qulubuhum ya qulubuhem demək olar. Burada nə mənadır? O tanınmış rivayətlərdəndir ki, Allah buyurur ki, mən sınıq ürəklərin içindəyəm, yanındayam. Mən sınıq ürəklərin yanındayam buyurmuş, yəni Xəllaq-ı Muhaymin. Mənə mənzildir qəlbi əbdi mümin. Mövlanadan əlbəttə Həkim Molla Məhəmməd Baqir Xəlxali etkilər alır. Demək olar ki, yol oradakı birdən Mövlana deyir, çəşm bəstə mi şəvəd vəqti qəza ta nəbinəd çəşm kohul ra, gələn vəqti qəza quş damı görməz, gözünü kör edər əncamı görməz. Bu demək olar ki, Mövlanadan alınır. Ya oradakı deyir ki, az mükafat əməl qafil məşu, həmişə qox mükafatı əməldən. Şeyx Şəbistəridən də bu etkilər alır. Oradakı deyir ki, nişani dadən əhli xərabat ki, ət-təvhid isqatul izafat. Təvhid isqatul izafatdır. O şeylər ki, yapışdırıbsan tanrışünaslığa, onları neynirsən, qopardıb atırsan o izafələri. Nə yaxşı söz deyib piri xərabat ki, ət-təvhid isqatul izafat. Bunlar da oradan alır. Belə məlum olunur ki, bu insan bizim o hikmətli və irfanlı kitablarımızın da hər halda tanışlığı vardı. Milli əxlaqı da biz bu həkimin düşüncəsində biz görə bilərik.
O cümlədən axı türk müsəlmanların milli əxlaqı törəyə dayanır. Törə də demək olar ki, bir toplumsal o qərardadlar olur ki, insanlar öz arasında bağlayırdılar. Demək olar ki, o qərardadlardan və o peymanlardan çıxmaq böyük bir rəzilət sayılırdı və insanların işlərini, hökmdarlığı da o törə ilə nə edirdilər? Ölçürdülər. Ona görə deyirlər ki, it ölər, törə qalar. Bir müsəlman türk əli açıq olmalıdır, qonaq sevən olmalıdır. Yəni bunlar əxlaqi demək olar işlər. Əgər 50 qonaq gəlsə darıxmam, yola sallam tamamın çırıxmam. İnsanlar yalandan, ikiyüzlülükdən uzaq durmalıdırlar. Dilində tən edərsən Bayəzidə və leykən işlərin bənzər Yəzidə. Yaxşı, bu əlbəttə elə Mevlana'nın özündən etkilər və təlimatından alınıbdır. Xurda qeyrətlər suxən bər Bayəzid nəng darəd əz dərunu o Yəzid. Özün alim və leykən bi əməlsən, sözün yaxşı, özün əmma dəğəlsən. Ona görə rəsmi dinin təbliğçilərini, təfsirçilərini də bu insan tənqid edir. Özün la təəkkülü hökmü verirsən, yetimin malını yekca yeyirsən, əməl yoxsa şəriətdə dolanma, adın qazi qoyub çox qazılanma. Ona görə belə bir cürət bunda var idi ki, özü qazi olaraq qəzavəti də neydi? Tənqid edir. 6-cı demək olar bölüm milli hökmdarlıqda, siyasətçilikdə idi. Bunu da bunun düşüncəsində tapmaq olurdu. Türk müsəlmanların milli hökmdarlığı 5 əqlani müəllifədən qaynaqlanırdı. Biri söz idi, ikincisi qılınc idi, üçüncüsü xitabə idi, dördüncüsü hikmət idi, beşincisi irfan idi. Xalxallı həkim Molla Muhammed Baqir Qacarın qazısı olaraq doğru düzgün qəzavət etməkdə, bir sıra dini alimləri də nəqdə çəkməkdə, Qacarın gedişatını, siyasətçiliyini onaylamaqda taysız bir insan olaraq, bir milli düşüncəyə malik olaraq biz bunu tanımalıyıq. Əlbət, Daruğəni, Muhtəsibi, yəni məhəlli hakimləri də tənqid qılıncından keçirdirdi. Dedi, fərz et günahım vardı külli, sənə bilməm nə düşmüş başı küllü. Ürəklər baminə qorxu salıbsan, Xuda ra doğru söylə nə olubsan, sitəmlə tab-ı aramim kəsibsən, məgər daruğəsən ya mühtəsibsən. Xub demək olar ki, o ki ən böyük bir rəzilət demək olar sayılır Quranda və İslam düşüncəsində o zülmüdür. O zülm neyniyir? Deyir, insanların aramlığını və səbrini ondan əlindən alır və bir ədalətçil insan hər zaman zülmünə qarşı-qarşıya durmalıdır. Hər halda sağ olasınız. Mən bunu məqaləni tamamilə Instada və YouTube'da yükləyirəm. İnşallah ki, sizə faydalı olsun və hamınızı Allah'a əmanət tapşırıram. Sağ olasınız.